Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün qonaqlarım var, bacım, gəlinimiz bizə gəlir. Səhər yeməyimizi yemədən düşüb bəzi şeylər aldıq. Qonaqlarım gəlir, ona görə də tez bazar evdə olmayan şeyləri aldıq. Hazır çayım, buket, soğan, süd aldıq. Çörək, bu çörəyi yəqin ki alırsınız artıq. Xonçanın qara çörəyi. Sonra belə kəsək aldım. Mən pişirəcəm. Nilay çanaq pendir istəyir. Kələm, dolma eləyəcəm. Salat üçün pomidor, biber aldım. Xiyar aldıq. Və belə göy aldıq. Tural belə təmizlik yerindən 3.90-a belə maye sabun aldı. Və kekot aldıq. Məndə belə quzu əti var, ona qatacağım mal əti dolma üçün. Sonra aş üçün lobi aldıq. Və çoxdandır, bəlkə də 1 ildir. Bundan istifadə eləmirəm. Çay atmıram güllərə. Bundan da aldıq. Bu qədər şeyə biz 26 manat verdik, amma bunlar xaric. Xunam yenə köçür. Qonaqlarım gəlir. Ona görə hazırlaşıram. Deməli, bugün qarışıq gündür. Başqa vaxt bekar otururam, heç bir işim olmur. Olanda isə aləm deyir bir-birinə. Bugün həm gəlinimizi salona yazdırmışam, uşaqları bizdə qoyub getməlidir ora, həm də biz axşam bacımla bu şəhərdən konsertinə baxmağa gedəcəyik. Tural demək olar ki, neçə illərdir ki, Heydər Əliyev sarayında verdikləri konsertin ilk gündən Tural çəkir, çəkənlərdən biridir. Tural bilet götürübdü bizim üçün, bacımla gedib baxacağıq. Əslində gəlinimizə də götürmüşdü, sadəcə olaraq uşaqların yanında qalacaq kimsə olmadığına görə bileti geri qaytardıq. Mən də yeməkləri hazırlayıram. 2 cür yemək hazırlayacağam. Həm dolma, həm də lobiyalı aş hazırlayıram. Gəlinimiz bizdə olacaq. Həm onlar yer, həm də konsertlərdən sonra gələndə oturub rahat yeməyimizi yeyərik. Dolmanı bükdüm, hazırladım. Deməli, hamı bizdədir, uşaqlar da bizdədir. Gəlinimiz düşüb salona. Əslində o deyirik xəyallar Özcan Dəniz, Hadisə məsəl üçün deyim. Sonra Şakira. Həyatlar da bu şəhərdə. Bacımla gedirik bu şəhərdə baxmağa. Tural illərdir ki, onların çəkilişini eləyir. Konserti Tural çəkir illərdir. İndi bu dəfə yəni bilet əslində pulsuzdur. Tural hər dəfə deyir ki, yox mən yəni elə də axot elə də sevmirəm ki, baxım onlara. Amma bir dəfə getmişəm, baxmışam. Elə bilmirəm, belə daha maraqlı idi. Mənə elə gəlir. Nəysə. Uzun sözün qısası Tural bilet dedi. Mən də dedim fayda gəlib baxmaq istəyər də. Ona görə faydaya görə ki bilet götürür. Əslində 3 götürmüşdük. Gəlinimizə də istəyirdim. O da ki uşaqları baxmağa kimsə tapa bilmədik. Ona görə o gedə bilmədi. Biletin birini geri qaytardıq. Bacımla ikimiz gedirik. İstəməyəcək baza vurmaq istəmirəm. Fikrim arada qalır uşaqların yanında, səslərini qulaq asıram ki, görüm nəsə təhlükəli bir səs yoxdur. Nəysə başlayıram makiyaj eləməyə. Bacım da aşağıdadır, qalxacaq indi. O da gəlib, yəni bizdədir. Bu Tananini bəlkə də görmüsünüz çox adamda. Doğrudan da qızlar çox qəşəng Tananidir. Elə də çox bahalı deyil. 20, 21, 22 manata endirimlə almaq olar. Amma doğrudan da örtücülüyü çox qəşəngdir. Keçən dəfə təsəvvürün biz toya makiyaj eləyəndə bununla makiyaj eləyib getmişdik. Çox qəşəng. Çox qəşəng qalır da. Üzdə nə dərini yorur. Uşaq ağlayır. Həmişəki kimi qaşımı da gecə eləyirəm. Hamısı gəlir eləyirsən. Özümü çəkirəm. Buradan da gün düşür. Eləmə də sən.
Niyə ağladılar onu? Neyse, bugün baxmıyorum niyə ağladılar. Gəldim, balaca sok içmək istəyir. Ona görə içə bilmir, ağzına getmir də sok. Böyük tokadan içir. Ona görə qışqırırmış. Elə güzgüdən də baxıram, çünki kameradan çox vaxt oradan da yaxşı görmürəm. Oldu hələ. Bu belə üzümü konturlayıram. Məndə kontur budur, 2 tərəflidir. Belə bir rəngli kontur. Bilirsiniz də, burnum balaca görsənmək üçün mən burnum əməliyyatda çox illər öncə elətdirmişəm. Hardasa 2014. Nişandan sonra getdim burnum əməliyyat elətdim. Amma yenə də qıraqlarını belə konturluyorsunuz. Əgər uzun sözünüz görsənmək istəyirsinizsə, xətti belə çəkirsiniz. Mən belə çəkirəm. Burada kölgə, çənə xəttləri. Всё. Bir dənə makyaj görmüşəm. Onu bir gün eləyəcəm. Shorts kimi çəkəcəm. Hər zaman olduğu kimi sizdən bir şey istəyəcəm. Əgər kanalıma abunə deyilsinizsə, mütləq kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Və yaxud da bəyəndiyiniz vloqlarımı yaxınlarınızdan paylaşın. İstəyirəm bacımı Röyan konsertinə də aparım. Xoşlayır Röyanı. Mənim üçün müğənnilər adiləşib, bizim müğənnilər. Çünki onlar o qədər, yəni verişdə görmüşük, çəkmişik ki, xarici müğənnilərin məsəl üçün konsertinə getmək istəyirəm, amma özümüzünkilərə yox. Çünki mən onları verilişdə çox çəkmişəm, dinləmişəm deyə mənə adi gəlir. Amma bacım üçün, bacım Röyandan ötürü Röya gedir. Görüm, onu da konsertinə bilet tapsam, onu da hədiyyə eləyəcəm ona. Məsələn, deyəsən konsert olmalı deyə eşitmişəm. Bu da getdi. Başlayaq gözümüzə. Tem çəkək. Amma belə rahatdır oradan da. Neydi? Qarışıqlıq idi. Bu rahatdır. Belə götürürəm kosmetikalarımı rahat. Sadəcə orqanizir xoşuma gəlmədi də. İndi hələ ki işlədim, eyb yox. Keçəndə təzələrim, sifariş verəcəm. O qədər şeylər səbətimə atmışam ki, keçəndə zakaz verərəm, alaram deyə. Özü şübhə edirəm. Tural yazır, yəqin deyir, gəlirsiniz. Biletlər Turalda olduğuna görə əslində biz tez getməliydik ki, biletləri Turaldan götürək, çünki sonra çıxa bilməyəcək çəkilişə görə. Gözümü belə çəkdim. İndi bunu açıq rənglərlə düzəldəcəm. Çox tünd istəmirəm çünki yaydı da. Konkret mən üzotları deyiləm. Qarışıq bir şortkayla dağıdardım. Qızlar, deyin görün, mənim belə vloqlarımda makyaj olan hissələri bəyənirsiniz. Bellərimizi sadələşdirdim. Nə keçək? Qaşımı da vururam göz altında. Bilmirəm, makyaj eləyəndə xoşunuz gəlir, paylaşılmayırsa belə bir şeylər, yoxsa heç maraqlı deyilsə belə makyaj. Mən belə tenlə, liner yox, kölgə kimi belə verirəm. Mən belə bir tindim var. Bunun təzə kəşf eləmişəm ki, nədir? Nədir? Kontur kimi belə çəkirəm, qurusun, soyacam. Ona kimi də konsilerimi vurum. Dudam elə pis görsənir. Birisi də o danışırdı televizyonda, reportajda. Uşaqlar gedir. Ağır axına görə. Bütün qarını belə danışdırır. Uşaqlar danışır.
Bakın diye. He. Baxın. Çıxdı. Açtın onu. 3'ü bastırın. Üçe çıkarsın. Görürsünüz bu kontur kimi qalacaq. Sonra nə edirəm? Transparan pudra. Sen çekersen şu. Mamanı kapına. Bak, bak. Biri basarsan. Rumiyana vurmamışam heç. Bir basarsan gözüm. Fikrim gedir ona buna. Kırgın diyor. Nənə, o birisine bax hələ. Nənə. Arxada da highlighter. Dobra. Bebeler burada hazırlar. Həmişə özellikle. Saçı rengi değil. Hele saçım başım. 8'de bir de gittim. Nəyə? Ayağıma. Sevdi götürüp gideceğim. Nasıl görürsen. Heç kim. Sen Oy, Allah. valla. Ben görende de yaşıyordum. Ben burada yaşıyorum. Ay ediyorum boş akşam sen kışkırırdın. Yox, Səyid Aylan belə bir ilişdi. Deməli də kötəni neyirlər? Haydi bir Aylanda səsi çıxmır. Mən eləsəm indi rəngi qaralıb getmişdi. Neye bak buna var. Ediyor sesi çıkarım. Yani kısa beni kayarım. Yemek gidiyorsa yok. Yemədi. Yemək orada var. Nə ürəyiniz istəyirsən yeyin. Ben de kreşe mutlu gidip ayağım değil. Mən geyinim sonra. Biz artıq saraydayıq. Biletlərimiz də verdi, Turan getdi. Böyle giyinmişik. Anlamadım. Evden necə çıxmamışıq ki. Allah, qaça taksiyle geldik. Kalkaq. Biz son dəqiqələrdə gəldik, konsertə çatdıq. Biz artıq əyləşən kimi belə konsert başladı. Tural da tez bizə bileti verdi, gəldi. Burada çalışıram Turalı çəkeyim. Bu qırmızı işıq yanan kameranın arkasındakı Tural da baxır buradan. Bilmirəm siz görə bildiniz. Amma mən də çalışırdım çəkim, uzaqdan nayız elədim. Siz bəyənirsiniz bu şəhərlərin konsertlərini, ümumiyyətlə gedib baxmısınız. Mən bəyəndim, açığı, bildiyi xoşum gəldi. Noyabrda yenə konsertlər olacaq, gedəcəm. Aya, dur tez gel. Ha, niyet var. Paltar, dur. Ayağım keser. Davay, tez gel. Ha, laf yaxşı baş. Nətər oldu, xoşumuza gəldi. Yaxşıdır, amma biraz... Fikirlərimiz düz gəlsin. Nəysə düz eləməyəndə atalar başlayırlar böyük bir monoloqa. Başlayır. Mən sənin yaşında. Belə gördüm ki, çoxlarımızın başına gəlir. Məsələn, balkonda rəhmətli babamın Qazinin 4'ünün amortizatoru var. Deyirəm ayada, sən qurban olub, bəlkə bunu tur yap, yox bala. Heç ağlına gəlməyən bir vaxtda o sana kömək ola bilər. Mən bu sürüyüm də xarici maşını, bu Qazinin 4'ün amortizatoru mən neynəyəcəm, soruşmalar olmasın. Konsert bitdi, çıxmışıq fayda ilə. Gözləyirik Tural gəlsin, kameraları verib gəlir. Gedirik evə. Vlogumu burada yekunlaşdırıram. Növbəti vloglarda görüşərik.